Gözəl yaşaya bilməməyimizin səbəbi huzur anlayışımızın səhv olmasıdır. Çünki huzur hər şeyin yolunda olması, hər şeyin yaxşı getməsi deyil. Huzur heç bir şeyə tutunmamaqdır. Çünki əsl azadlıq nə isə əldə etmək deyil. Əlindəki hər şeyi itirmək qorxusundan azad olmaqdır. İtirmək qorxusu insanın ən böyük psixoloji bariyerlərindən biridir. Çünki biz əlimizdəkilərin müvəqqəti olduğunu unudub, onlara sahib olduğumuzu zənn edirik. Əslində, onların əsiri oluruq. Həqiqi huzur isə sahib olduqlarımızı itirməkdən qorxmaq deyil. Onlara sadəcə bizə əmanət olduğunu qəbul edib, ruhumuzu bu yükdən azad eləməkdir. Belə bir gözəl söz var, deyir, axan suyun yolunu kəsmək olmur. Çünki o heç bir daşa tutunmağa çalışmır. O sadəcə axır və hər anın ona bəxş elədiyi o azadlıqdan zövq alır.